Salam uşaqlar, bugünkü mövzumuz Cinayət 5-ci sinif test toplusundan mövqesiz say sistemlərdir. Test 5-ci izahı ilə başlayaq. Deyir ki, sualımızda aşağıdakilərdən hansı doğrudur? Şöyle gəlin A-nı yoxlayaq. C. Baxın uşaqlar, C nə deməkdir? 100 deməkdir. Düz. Plus. Baxın, I və X isə bizə 9 deməkdir. Yəni cavab alacaq 109. Bu yanlışdır. Sonra B bəndində verilib C, M, L. Baxın, M 1000 deməkdir. 1000-dən əvvəl C gəlin 100 gəldiyinə görə 1000-dən 100-ü çıxır. Alırıq 900. L isə 50 deməkdir. 900 gəlsin 50, 950. Düzgün cavab elə B variantı verilib. İkinci sual. Deyir ki, verilmiş ədədin onluq say sistemində yazılışı hansıdır? Baxaq. C, M, X və bir də 2 dənə I-mız. Uşaqlar, C 100 deməkdir. M 1000 deməkdir. Baxın, böyükdən əvvəl kiçik gəldiyinə görə böyükdən kiçik çıxırıq. Alırıq 900 plus X-imiz 10 deməkdir. V-miz 5 deməkdir. Bir də 2 dənə xətt, o da 7 deməkdir. Yəni alırıq 917. Düzgün cavab C bəndi. Üçüncü sual. 2023 ədədinin Rum rəqəmləri yazılışı. Baxın, 2023 deyirik. Birinci 2000 yazmalıyıq. 2000 2 dənə M şəklində yazılır. 20 2 dənə X, 3 dedik, 3 dənə xəttimiz. Düzgün cavab A bəndi. Dördüncü. Rum rəqəmlərinin yazılışında bir simvoldan ən çox neçə dəfə istifadə etmək olar? Uşaqlar, bu qaydadır və bir simvoldan ən çox 3 dəfə istifadə etmək olar. Düzgün cavab D variantı. 5-ci. Kamil lövhəyə 100, üstə gəl 50, üstə gəl 10 çıx bir ifadəsini yazdı. Yəni 9 yazdı. Uşaqlar, 100 yazmaq üçün mən C simvolundan istifadə edəcəm. 50 yazmaq üçün L, 9 yazmaq üçün isə 1 və X-dən istifadə edəcəm. Düzgün cavab A bəndi. 6-cı. Ən böyük 3 rəqəmli ədədin Rum rəqəmləri yazılışını göstərir. Şunlar, ən böyük ədədimiz 999'dur. Yəni ən böyük rəqəmli ədədimiz 999 olduğuna görə Rum rəqəmlərini yazsaq, şöyle baxın 900 deyirəm. 900 yazmaq üçün C və M-dən istifadə edəcəm. 90'ı yazmaq üçün X və C-dən istifadə edəcəm. 9'u yazmaq üçün isə I və X-dən istifadə edəcəm. Düzgün cavab A variantı. 7-ci sual. Baxın, X V1 üstə gəlsin L X. Baxın, X 20, üstə gəldi 5, 25. Bir də 1 var 26. Üstə gəlsin uşaqlar. Baxın, L 50'dir. Bir də bax, bu hissə 9, yəni 59. Cavab eləyir uşaqlar neçə? 85. 85 Rum rəqəmlərini yazsaq, 80 yazmaq üçün L və 3-dən X-dən istifadə edəcəyik. 5'i yazmaq üçün bir də V-dən. Düzgün cavab C variantı. 8-ci. Deyir ki, 129 ədədinin Rum rəqəmləri yazılışı. 129 deyirik. 100'ü yazmaq üçün bizə bir dənə C lazımdır. 20'ni yazmaq üçün bizə 2 dənə X lazımdır. 9'u yazmaq üçün isə bizə 1 və X lazımdır. Düzgün cavab A bəndi. 10-cu. Rum rəqəmləri ilə verilmiş X, L, V, 3 dənə xətt. Ədədinin onluq say sistemində düzgün yazışı hansıdır? Baxın, X 10'dur, L 50'dir. Yəni mən 50'dən 10'u çıxacağam. Üzərinə isə 8'e gələcəm. 50 çıx 10, üstə gəl 8, B bəndi. 11.
Şu an biz üzr istəyirəm 10-cuya baxırıq. 9-a baxdıq, indi ona baxırıq. Deyir, aşağıdakı cəmlərdən hansı 1500 ədədini göstərir? Onun üçün biz ilk öncə Rum ədədlərin onluq say sisteminə çevirək. Baxaq. C, yəni C, M, L üstə gəlsin DL. Şu var C, M, L. Yəni bu nə deməkdir? 1000-dən qabaq 100 gəldiyini görürük. 900. Bu da 50, 950-nin üzərinə. D, 500, 550 gəlir. Alırıq 1500'ü. Düzgün cavab A variantıymış. 11. Verilmiş ədədlərdən hansı düzgün yazılmayıb? Birinci A bəndində verilib ki 1140. Şu an 1140'ı yazmaq üçün bizə bir dənə M lazımdır. Bir dənə C lazımdır. 40'ı yazmaq üçün isə X və L lazımdır. A bəndi doğrudur. B bəndi 72. Şu 72 yazmaq üçün bizə bir dənə L, 2 dənə X 70 yaratdım. 2 dənə xətt lazımdır. B bəndi doğrudur. C-yə baxaq 46. 46 yəni 40'ı yazmaq üçün bizə X bir də E lazımdır. 6'ını yazmaq üçün isə bizə V və bir də I lazımdır. Bu da doğru verilib. D bəndinə uşaqlar baxsaq 70 uşaqlar yazmaq üçün bizə bir dənə E, 2 dənə X lazımdır. Amma D'də isə L, C, X bu yanlışdır. Yəni yanlış verilən variant D variant. 11'e D. 12. Say sistemləri neçə cür olur? Uşaqlar, say sistemləri 2 cür olur. Mövqeli və mövqeysiz. Biz mövqeysiz say sistemləri öyrənirik riyaziyyat fənnində. Mövqeyi say sistemlərini isə öyrənirik informatika dərsində. Düzgün cavab burada A bəndi. 12A. Test 6 ilə uşaqlar davam eləyək. Test 6'da birinci sual deyir ki hansı kartlar hansı formada düşsə 940 alırıq. Uşaqlar burada gəlib düzülüş eləməkdənsə biz rahatlıqla 940 çevirək Rum rəqəmlər. 900 yazmaqdan ötürü mənə CM lazımdır. 40'ı yazmaqdan ötürü isə bizə XL lazımdır. CM, XL düzgün cavab B variantı. İkinci D, L, X və bir də 2 dənə xəttimiz. Deyir say sistemində qarşılığını göstərir. Uşaqlar D'miz 500'dür. L'imiz 50'dir. Yəni böyükdən kiçiyə getdiyinə görə toplayıram. Üstə gəlsin 20, üstə gəlsin 7. Yəni 577 düzgün cavab C variantı. Üçüncü sualla davam eləyək. Üçüncü sualımızda deyir ki 135 ədədini Rum rəqəmləri yazılır. Uşaqlar 100 deyirik. 100'ü yazırıq C ilə. 30 dediyimizə görə 30 yazırıq 3 dənə X-la. 5 yazılır V ilə. Düzgün cavab B variantı. Uşaqlar 4-cü sualla davam eləyək. Deyir ki ən böyük 3 rəqəmli cüt ədəd. Uşaqlar birincisi ən böyük 3 rəqəmli cüt ədəd 998'dir. Bunu Ruma çevirək. 900 deyil. 900 yazılır C, M şəklində. 90 yazılır X, C. 8 və bir də 3 dənə I. Düzgün cavab D bəndi. 5-ci sual. Rum say sistemində yazılmış CXV-ni onluq say sistemində hansı ədədə bərabərdir? Uşaqlar C'miz 100'dür, X'imiz 10, 110, bu da 5, 115. Düzgün cavab B variantı. 6. Verilmiş ifadəni göstərən variant hansıdır? 95. Uşaqlar biz 95'i yazırıq. X, C, bir de V. Üstə gəlir 114. 100'ümüz C'dir. 10'umuz X'dir. 4'ümüz də I, V şəklində. Bu bərabər olmalı. Uşaqlar 200. 200 2 dənə C şəklində yazırıq. 9'u da I, bir də X şəklində. Düzgün cavab B variantı.
Şöyle 7-ci sualdan davam eləyək. 7-ci sualımızda deyilir ki, baxaq 7-ci suala. Rum rəqəmləri ilə ədədlərin yazılışında eyni simvollar yanaşı olduqda boşluğa uyğun söz hansıdır? Uşaqlar, əgər eyni simvollar yanaşı olduqda həmin simvollar toplanılır. 7-yə düzgün cavab A variantı. 8-ci. Rum rəqəmləri ilə verilmiş ədədin onluq say sistemində qarşılığı 1000 ədədinə bərabərdirsə, yəni Rum rəqəmi 1000-cə yazılır. Şular M hərfi ilə. Düzgün cavab D bəndi. 9-cu sual. Verilmiş ədədlərdən hansı 999-a bərabərdir? Baxın, yenə xırdalıyıq. 900 deyirsə, SM şəklində yazırıq. 90 deyirsə, XC şəklində yazırıq. 9 deyirsə, IX şəklində. Düzgün cavab D bəndi 9-cu sualda. 10-cu sualımızda deyir ki, hansı fikir doğrudur? Roma say sistemində simvolların qiyməti yerlərinə görə dəyişmir. Bəli. İstəyir ki, tutaq ki, V simvolu ola bilsin ki, LXV olsun və yaxud da V 3 dənə xətt olsun. Burada da 5-i bildirir, burada da 5-i bildirir. Ona görə dəyişmir. Ən doğru variant 10-cu sualda A variantıdır. 11-ci sual. 1994 ədədini Rum rəqəmlərə çevirir. Ola 1000 deyirik. 1000 necə yazılır? M hərfi ilə 900 SM, 90 deyəndə XC, 4 deyəndə IV. Düzgün cavab D bəndi. Və nəhayət sonuncu 12-ci sualımızda isə 3 dənə X və bir də 3 dənə xətt, yəni I hərfinin ədədin onluq say sistemində qarşılığı necədir? 3 dənə X-imiz edir 30, plus 5, plus 3. Yəni 38, düzgün cavab A variantı. Uşaqlar, mövqeyi say sistemləri 2 variant verilmiş, yəni test 5 və test 6 A və B variantı və bu videoda isə həm A-nı, həm B-nin izahını çəkib yerləşdirəcəm YouTube kanalımıza. Əgər bu tip videolar sizə maraqlı, faydalı gəlirsə, kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Hələlik!